Bismillah, elhamdülillah, eşhedü en la ilahe illallah, vahdehu la şerike leh, ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu, sallallahu ve sellem aleyhi ve ala alihi ve sahbihi ecmain emme ba'd. Değerli Müslümanlar, her bir Müslüman öz köksünün sağlam olmasına çalışmalıdır. Eğer köks sağlam olmasa, ora pis əxlaqlar, yəni kün-küdurət, baxıllıq, həsəd, nifrət ilə bəzənər və o pis əxlaqlarla ora dolar. Bu səbəbdən də hər bir müsəlman köksünün sağlam olmasına olacaq bir vasitələr axtarmalıdır. Alimlərimiz bir çox vasitələr qeyd etmişdilər. Mən də sizə istəyirəm ki, bu vasitələrdən 6-sını sizə qeyd edim. Ola bilsin ki, bu vasitələri bilməklə hər bir üçün faydalı olsun. Bu vasitələrdən birinci Allaha qarşı ixlas olmaqdır. Yəni insan əməlini yalnız və yalnız Allah üçün etməlidir. İnsanlar üçün yox, insanlara göstəriş üçün yox, riyakarlıq üçün yox, yalnız və yalnız Allah üçün etməlidir. Və bu zaman insanın köksünün sağlam qalmasına ən böyük vasitələrdən biridir. Necə ki, Abdullah ibn Məsuddan rəvayət olunur ki, Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Thələthun la yughillu aleyhinnə qalbu muslim. Buyurmuşdur ki, 3 xüsusiyyətə malik müsəlmanın qəlbində kin ola bilməz. Onlardan birincisi Allah Rasulü sallallahu aleyhi və səlləm qeyd edir ki, İxlasul aməli lillahi. Buyurur ki, əməli Allah üçün ixlasla etmək. Yəni, sırf Allahın razılığını qazanmaq üçün, yalnız Allah üçün əməl etmək. İkinci, Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, və münasəhətu əimmətil muslimin. Buyurur ki, ikinci odur ki, müsəlman başçılara nəsiyyət etmək. Yəni, onlara səmimi davranmaq, təklikdə onlara nəsiyyət etmək. Üçüncü isə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, və lüzumu cəmaətihim. Buyurur ki, müsəlman cəmaatla birlikdə olmaq. Yəni, müsəlman cəmaatdan ayrılmamaq, yəni onlardan uzaq dayanmamaq. Sonra arxasınca buyurur ki, Allah Rasulü sallallahu aleyhi və səlləm فَإِنَّ الدَّعْوَةَ تُحِيطُ مِنْ وَرَائِهِمْ. Buyurur ki, həqiqətən də dua onlara arxa olar. Yəni, müsəlmanların duası onların birliyi üçün yəni qoruyucu olar, onları qoruyar, onlara arxa olar. Və İbn Əl-Əsir rahimehullah bu hədisin şərhində buyurmuşdur ki, bu 3 xüsusiyyət müsəlmanların qəlbini islah edər, təmizləyər. Kim bu 3 xüsusiyyətdən tutunarsa, müsəlmanın qəlbi xəyanətdən, şərdən və fəsaddan təmiz olar. İkinci, alimlər qeyd etmişlər ki, vasitələrdən, köksün sağlam olmasının vasitələrindən Allahın kitabına yönəlmək. Yəni, onu oxumaqla, onu öyrətməklə Allahın kitabına yönəlmək. Uca Allah öz kitabında buyurur ki, Yə əyyuhən nəsu qad cəətukum məv'izətun min rabbikum və şifəun limə fis-suduri və hudən və rəhmətun lil-müminin. Buyurur ki, ey insanlar, Rəbbinizdən sizə bir öyüd nəsiyyət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət olan Quran gəlmişdir. Bəli, dəyərli müsəlmanlar, insanın köksünün sağlam olmasının ən güclü vasitələrdən də biri Qurandır, Allahın kitabıdır. Ona görə də kim Allahın kitabından uzaq dayanarsa və yaxud da Allahın kitabını az vaxt ayırarsa, az oxuyarsa, həmin insanları sən qəlbi daşdaşmış görərsən, qəlbi kin-küdurətlə dolu olduğunu görərsən. Lakin, hansısa bir insan Allahın kitabını hər gün oxuyursa, hər gün o vaxt ayırırsa, Allahın kitabına yönəlmişsə, həmin insanlar daima qəlbi yumuşaq olar. Müsəlmanlara qarşı səmimi davranar, qəlbində kün-küdurət olmaz, qəlbi daşdaşmazdan, yəni daşdaşmaz qəlbi, onun qəlbi
saf, təmiz və pak olar. Və ona görə də insan qəlbinin təmiz olmasını istəyirsə, Allahın kitabına yönəlməlidir. Üçüncü vasitələrdən nədir? Dua etməkdir. Dua ən təsirli müalicədir, ən faydalı dərmandır. İnsan daima dua etməlidir ki, onun qəlbində müsəlman qardaşlarına, müsəlman qardaş bacılarına, mömin bacı qardaşlarına qarşı kün-küdurət olmasın, qəlbində paxıllıq, həsəd olmasın. Necə ki, Uca Allah öz kitabında buyurur ki, وَالَّذ۪ينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذ۪ينَ سَبَقُونَ بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذ۪ينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَؤُوفٌ رَحِيمٌ. Buyurur ki, Uca Allah onlardan sonra gələnlər deyirlər, ey Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Qəlblərimizdə iman gətirənlərə qarşı kinə və həsətə yer vermə. Ey Rəbbimiz, həqiqətən sən şəfqətlisən və rəhimlisən. Ona görə insan öz mömin qardaşlarına qarşı daima şəfqətli olmalıdır, qəlbində kin-küdurət olmamalı, dua etməlidir. Hansı müsəlman qardaşında qəlbi nəsə yarandısa, həmin dəqiqə Allaha çoxlu dua etsin. Yalvarsın, ya Rabbim, müsəlman qardaşıma, müsəlman bacıma qarşı qəlbində olan kin-küdurəti təmizlə, başlandı. Onda insanın köksünün sağlam qalmasına ən böyük vasitələrdən biri olacaqdır. Həmçində dördüncü vasitələrdən odur ki, möminlər arasında ülfəti və məhəbbəti artıran əxlaqlarla bəzənmək. Misal olaraq, gülərüz olmaq, təbəssüm etmək, salamı yaymaq və hədiyyə vermək. Bu kimi əxlaqlar insanın qəlblərindən, yəni müsəlmanların qəlbindən kin-küdurəti çıxardar, köksü təmizləyər və onu paşlandırar. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Əfşus sələmə təsləmu. Buyurur ki, salamı aranızda yayın və salamat olun. Və bu hədisin şərhində Əl-Munavi rahimehullah buyurur ki, Əfşus sələmə, yəni aranızda salamı yayın, əgər bunu etsəniz, siz salamat qalarsınız. Nədən? Yəni bir-birinizdən nifrət etməkdən, bir-birinizin aranızda olan əlaqəni kəsməkdən salamat qalacaqsınız və sizin aranızda sevgi davam edəcəkdir. Qəlblər birləşəcəkdir və aranızda olan kin, küdurət, paxıllıq, həsəd kimi bu şeylər aradan qalxacaqdır. 5-ci vasitə qeyd etmişlər ki, köksün təmizliyini çihləndirən şeylərdən və sevgini fəsada uğrayacaq şeylərdən uzaq dayanmaq. Yəni, pis əxlaqlardan qaçmaq, uzaqlaşmaq. Nə kimi? Həsəd kimi, kin, küdurət kimi, pis zənn kimi, bu kimi insan yəni pis əxlaqlardan uzaq dayanmalıdır. Nə qədər bu pis əxlaqlardan insan uzaq dayanarsa, üzərində işləyərsə, çalışarsa, onun daima köksü salamat qalar. Və sonuncu vasitə, 6-cı qeyd etmək istədiyim, qulun Allahın bölgüsünə razı qalması. Qulun Allahın bölgüsünə, ruzi bölgüsünə razı qalması. Ona görə də insan əgər Allahın ruzi bölgüsünə razı qalarsa, deyərsə ki, mən Allahın nə veribsə mənə, başqalarına bundan razıyam. Deməməlidir ki, niyə görə Allah məni kasıb edib, başqasına varlı edib. Niyə görə Allah mənə az verib, amma ona çox verib. Bu şeyi insan deməməlidir. Daima nə Allahın bölgüsünə razı qalmalıdır. O zaman insanın köksü paxıllıqdan, həsəddən, kin-küdurətdən onun köksü salamat qalar. İbn Qeym rahimehullah buyurur ki, razılıq qəlbin sağlamlığını aparan qapını açar. O, razılıq, Allahın bölgüsünə razılıq qəlbi hilədən, gizli pozğunluqdan və kindən təmizləyər. Allahın əzabından yalnız bu cümlənin altından xətt çəkilməlidir, dəyərli müsəlmanlar. Bu cümlənin altından xətt çəkilməlidir. Denilməlidir ki, Allahın əzabından yalnız ona sağlam qəlblə gələn nicat tapar. Yəni Allahın əzabından yalnız sağlam qəlb, təmiz kök olan insanlar nicat tapacaqdır.
Qəlbin sağlamlığı narazılıq və razı qalmamaqla bir arada ola bilməz. Qul nə qədər çox razı olarsa, qəlbi də bir o qədər sağlam olar. Ona görə də insan qəlbi, həmçinin də köksünü təmiz saxlamağa çalışmalıdır və bunu görə vasitələrlə, yəni axtarmalıdır, vasitələri öyrənməlidir, onu öz həyatına tətbiq etməlidir ki, onun köksü daima salamat olsun, pis şeylərdən uzaq olsun. İstədim ki, bunu sizə qeyd edeyim, ola bilsin ki, hər bir üçün faydalı olsun. Allah Azza Cəllə dua edirəm ki, bu vasitələri sizin üçün faydalı etsin. Subhanaka Allahumma bihamdik. Əşhədu an la ilahə illə ent, əstəğfiruka və atubu ileyk.